Hörmətli izləyicilər, hamıya məlumdur ki, Saqqallı Alik uzun illər Akstafa rayonunun rəhbər işçilərini Ramiz Mehdievin, Fuad Ələsgərovun, Fikrət Məmmədovun adından istifadə edərək, onlarla oturub durduğundan danışaraq, elə sizi bu dəqiqdən tulladım deyərək, özünə tabi eləyib, Akstafa rayonunda at çapırdı. Bunu hamı bilir, bu bir faktdır. Mən videolarımla rəhbər işçiləri ayıltdım. Dedim sizə səsini dəyişərək, zəng eləyərək bircə kəlmə Ramiz Mehdievəm və yaxud da Fuad Ələsgərovam, Fikrət Məmmədovam, Alik bizim adamdır deyən, onun indi dələduzluq statyasından türmədə yatan oğlu Fuad idi. Bunu mən ayıltdım rəhbər işçilərə. Bunu mən nüfuzdan saldım. Yenə o iyi burnundadır. O gün mənlə məhkəmədə Natiq Abbasovun rəhbərliyi ilə məhkəməmiz getdi. Orada uduzan Alik bəy məhkəmədən çıxan kimi canlı yayıma çıxdı. Natiq Abbasovun adresinə nələr yağdırmadı. Ondan ürəyi soymadı. Video qoydu. Videoda mənfi rəylər yazılan kimi silir. Bütün gün o işə baxır. Müsbət rəyləri saxlayır. Mənfi rəylər həmin dəqiqə silir. Videosunda deyir, ay İman Kərimov, haraya baxırsan? Belə ədalətsizlik mi olar? Ay, 50 ildə ədalətsizlik olurdu, aya. Onda haraya baxırdılar? İndi bir dənə ədalətli məhkəmə olub, cırnıyırsan. Mənim sözüm bu qədər.